Salam yoldaşlar, xoş gördük hər birinizi. Biz bugün sizinlə 50 sınaq toplusu olan kitabımızdan 4-cü sınaqla tanış olacağıq. İlk öncə onu nəzərinizə çatdırım ki, imtahan konspektimiz bizdən lüğətə, söz bazasına odaqlı olduğuna görə çoxlu söz tələb eləyir. Mütləq surətdə, listeninglərdən olsun, istər mətnlərdən olsun çıxartdığımız sözləri, akademik səviyyəli bu sözləri özünüzdə qeyd edib öyrənin. İndisə vaxt itirmədən lüğətlə tanış olaq. Sizə də üzərinizdə qalan sadəcə bu sözləri öyrənib qeyd eləmək olur. Budget membership ekonomik büdcəyə uyğun olan bir üzvlük. Sign up fees qeydiyyat və yaxud üzvlük olan ödənişləri, fees sözü həm də gediş haqqı deməkdir. Cancellation of fees imtina və yaxud ləğv etmək olan ödənişləri. Find a better rate daha yaxşı sözümüz getdi. Daha yaxşı qiymət tapmaq. Included in the price qiymətə daxildir deməkdir. Costs extra əlavə ödəniş tələb eləmək. Personalized evaluation fərdi qiymətləndirmə. Nutrition advice qidalanma məsləhəti. Expert personal trainers yəni peşəkar bir məşqçi, fərdi məşqçi deməkdir. Assign nitq hissəsi kimi, fe'l kimi mənasını təyin etmək deməkdir. Və cümlədə bizə listeningdə assign one of our trainers məşqçilərimizdən birini təyin etmək kimi bir ifadə işlənibdir. Broşurdakı broşura da orada bütün məlumatlarımız qeyd olunur. Məlumat kitabçası. Operating hours iş saatları deməkdir. O nəzərinizə çatdırım ki, bundan əvvəlki sınavımızda biz operation sözü keçmişdik. Operation sözü əməliyyat deməkdir, amma operating iş deməkdir. Okay. Around the clock sutka boy deməkdir. Midnight gecə yarısı və lately son vaxtlar deməkdir. Bu bizim lüğətdən ibarət olan listing üçün hazırladığımız söz toplusuydu. İndi isə vaxt itirmədən listingə qulaq asırıq. O nəzərinizə çatdırım ki, birinci dəfə sizin üçün, ikinci dəfə isə bərabər listing materialını təhlil etmək üçün səsləndirirəm. Hello. Welcome to Shake It Off Fitness. How can I help you? Yes, thanks. I've been meaning to come in and find some information about here for some time. I was wondering if you could help me. Sure, of course. What would you like to know? I saw on the sign outside that you have the best budget membership in the city. Is that right? You've got that right, yes. If you find a better rate, then we'll match it. Also, we don't have any sign-up fees or cancellation fees. Sorry, what was that last bit? Cancellation fees. Some gyms charge you money if you leave before a minimum number of months or something like that. We don't do that. Well, that's useful to know. What times do you have? We open at 5 a.m. and close at midnight. Not 24 hours then, I see. No, almost though. We tried doing the 24-hour thing, but there really weren't a lot of people who wanted to do exercise at 2 in the morning. Makes sense. Another question. Do you have trainers? Like, will you do a personalized evaluation of me? Sure we do. As we say on our brochure, we can show you what to do, how to do it, and why you're doing it. Have you worked with a personal trainer before? No. No, I haven't. No. So, it's very easy. For your first visit, we'll assign you one of our expert personal trainers. He or she will design an exercise plan that's just right for you and show you exactly what to do. We even include nutrition advice in the plan. Let me get this straight. All of this is included in the price? Yes, it is. If you want to continue with your trainer after the first few classes, we can talk about that. It does cost extra though, okay? Yeah, sounds great. Aha, deməli, ikinci dəfə qoşuram. Mütləq sürətdə özünüz sınağı işləyərkən 2 dəqiqə ardıcıllıqla qulaq asdınız, 2 dəqiqə gözləyin, ikinci dəfə qulaq asın. Belə işləyin testi. Mən sadəcə bu video recordingdə sizin üçün ətraflı izah eləyirəm deyə hər ehtimala birdən QR kod açılmaz, işləməz. Onun üçün videoya çəkirəm ki, birinci dəfə səssiz, səmirsiz qulaq asaq, ikinci dəfə isə ətraflı təhlil eləyək. Keçək təhlilə yoldaşlar. Hello. Welcome to Shake It Off Fitness.
How can I help you? Yes, thanks. I've been meaning to come in and find some information about here for some time. I was wondering if you could help me. Sure, of course. What would you like to know? I saw on the sign outside that you have the best budget membership in the city. Is that right? You've got that right, yes. If you Deyənək, burada 4-cü sual çıxdı. Baxın, 4-cü sualda diqqətli olursunuz. Bizə deyir ki, hansı sualın doesn't cavabı yoxdur. Mətndən sonra cavabı yoxdur. Deyir, what is the cost of the budget membership? Həmin bu üzvlüklə bağlı ödəniş nə qədərdir? Bunun haqqında danışmır ki. Sadəcə deyir ki, ən yaxşı, münasib büdcəyə uyğun olan üzvlük bizdədir bütün şəhərdə. Və ardınca da qulaq asaq. 4-də cavab oldu, A variantı cavab olmayan sual idi. Baxın, bunu götürək. İndi qulaq asırıq. a better rate, then we'll match it. So we don't have any sign-up fees or cancellation fees. Sorry. Deyənək. Bu da 3-cü sualın cavabıdır. Baxın, üstə deyir ki, to the correct statement according to the dialogue, həmin bu diyaloqa əsasən düzgün olanları seçin. Deyir, the woman says the gym will make sure it has the lowest price in the city. Və qadın orada əminliklə deyir ki, həmin bu şəhərdə ən aşağı dəyər onlardadır ki, bu da belədir zaten. Baxın, deyir ki, if you find a better rate, when we will match it, also we don't have any sign-up fees or cancellation fees. Bütün şəhər üzrə ən uyğun, münasib büdcəli yerin, ödənişin, üzvlüyün burada olduğunu bu customer ona sual verir. O da deyir, təsdiqləyir və deyir, hətta başqaları varsa daha yaxşıları, biz onları müqayisə edə bilərik. Biz həmçinin nə edirik deyir, onlar əgər ləğv edirsə, ləğv etməklə bağlı ödənişləri biz almırıq. Ona görə də biri götürürük, bir düzgündür, burada heç bir problem yoxdur. İkidə deyir, they don't include nutrition advice in the exercise plan. Hansı ki, bunu bir də bundan sonraki yerdə deyir, gəlin o yerinə də qulaq asaq. Some gyms charge you money if you leave before a minimum number of months or something like that. We don't do that. What? Deyir, biz həmin bu cancellation fees almırıq. Amma hansı ki, bəziləri alır. Ona görə də they don't include nutrition feed-lə bağlı yerlərdə bu qidalama ilə bağlı olan əlavə məsləhət verdikləri yeri də bizdə qeyd eləməyib. Bir saniyə. They don't include nutrition advice in the exercise plan. Həmin bu məşq planına daxil deyil qida məsləhəti. Orada amma deyir ki, we even include nutrition advice in the plan. Hətta bizim planımız da daxildir. Burada don't dediyinə görə ikini götürmürük. Okay. Üçə deyir, personal trainer doesn't cost anything at all. Həmin bu şəxsi məşqçilər heç bir halda pul almırlar. Bu da yanlışdır. Bunu indi biz axırda qulaq asacağıq. Burada deyir ki, it does cost extra və o vaxt almırlar ki, səndən pul. It's first few classes. Yəni, ilk dəfə gedəndə səndən pul almırlar, amma ikinci dəfə artıq əlavə ödəniş istəyirlər, cost extra tələb olunur. Ona görə 3 də yanlışdır və 4-cüdə də deyir ki, the woman says that other gyms can charge people when they leave. Nə vaxt ki, onlar tərk edirlər, getmək istəyirlər, onda əlavə bir ödəniş alırlar və bunu da orada deyir, zaten deyir ki, some gyms charge you money if you leave before a minimum number of months or something like that. We don't do that. Bunu da olduğu kimi deyirdi, biz cavabı Y variantı götürürük. Cavabımız olur Y variantı. 1-4. Okey, bu bizim 3-cü sualımız idi. Gəlin indi ardına qulaq asaq. What time do you have? We open at 5 a.m. and close at midnight. Vaxtlarını deyir. Nə vaxt işləyirlər? Deyir, günorta 5-dən gecə yarısına qədər işləyirlər. Səhər 5-dən gecə yarısına qədər işləyirlər. 5-ci sualda da deyir ki, mətndən açıq aydındır ki, C variantı. The opening hours of the fitness center are from 5 a.m. Bu, səhər tezdən deməkdir. PM isə axşam deməkdir. Gecə yarısı 12 sayılırdı onsuz da. Onlarda. Ona görə də C variantı düzgündür 5-dən. Okey, ardına qulaq asaq. 24 hours, that must be.
We tried doing the 24-hour thing, but there really weren't a lot of people who wanted to do exercise at 2 in the morning. Deyir, gecə gündüz, yəni səhər axşam 24 saat işləmirsiniz. O da qayıdır qarşısında deyir ki, yox. Səbəbi də nədir? Bunun səbəbi nədir? But there really weren't a lot of people who wanted to do exercise at 2 in the morning. Səbəbi ondan ibarətdir ki, A variantında deyir ki, not enough people were interested in exercising. Gecə saat 2-də kifayət qədər insanlar maraqlı deyil məşq eləmək. Ona görə gecə, gündüz işləmirlər. Onlar 24 saat fəaliyyət göstərmirlər. Aha, ardına qulaq asaq. Another question. Do you have trainers? Like, will you do a personalized evaluation of me? Sure we do. As we say on our brochure, we can show you what to do, how to do it, and why you are doing it. Have you worked with a personal trainer before? No. No, I haven't. No. So, it's very easy. For your first visit, we'll assign you one of our expert personal trainers. He or she will design an exercise plan that's just right for you and show you exactly what to do. We even include nutrition advice in the plan. Let me get... Baxın, bu da ikinci sualın cavabıdır. İkinci sualda deyir ki, what is included in the budget members at Shake It Off Fitness? Bu üzvlük bütçəsində nələr daxil idi? Üzvlüklə bağlı nələr var idi? Burada deyir ki, hətta bizə bu nutrition advice, qidalanma məsləhəti də daxildir. Ondan əlavə də bizdə nə verilib? Bir də şəxsi, personal trainerslar, şəxsi məsləhətlər verirlər, düzdür? Evaluation and nutrition advice. Bu da olur. İkinci sualın cavabı. Ardına qoyasaq. Get this straight. All of this is included in the price. Yes, it is. If you want to continue with your trainer after the first few classes, we can talk about that. It does cost extra though, okay? Yeah, sounds great. Bu da bizim dinləmə materialımız. Bu qədər. Ümidvaram ki, hər bir sual sizə aydındır. İndi isə keçirik mətnlərimizə. Yəni sözlərlə tanış olaq. Deməli, sözlərimiz Cənnət vahəsi ilə bağlı bir mətn idi. Vahə oazis deməkdir. Yəni səhrada su olan yaşıl bir sahəyə deyirlər vahə. Inhabited məskunlaşmış, harsh environment, sərt və çətin bir mühit, hospitable, qonaqpərvər mənası da var. Bir də yaşayış üçün əlverişli deməkdir. Landscape-dəki mənzərə, landşaf. Trans-Saharan Trade Networks, Trans-Sahara ticarət şəbəkələri, trade ticarət demək, networks-dakı şəbəkə. Karavan bildiyimiz karvanlardır. Cultural crossroads, mədəniyyətlərin kəsişmə nöqtəsi deməkdir. Cultural mədəniyyətdir, crossroads kəsişmə nöqtəsi. Ancestral əcdadlara aid olan ata-baba, engraving or paintings, oymalar, rəsmlər, hansı ki onlar qaya üzərində təsvir olunur. Arxeoloji deməkdir. Flourish, development sözünün sinonimidir. Improve da götürə bilərsiniz. Çiçəklənmə, uğurla inkişaf etmək deməkdir. Hansı ki bu söz artıq bizə bundan əvvəlki mətnimizdə zaten development, inkişaf isim mənasına götürə bilərsiniz. Bundan əvvəlki mətnimizdə də, sınağımızda da verilmişdi bu söz. İmini bu sözün tərcüməsi istənilirdi zaten. Cultural preservation, mədəni irsin qorunması. Bu maintain ilə bərabərdir bu sözün sinonimi. Preservation. Okay, ardına qulaq. Diverse heritage. Heritage miras deməkdir və yaxud irs də götürə bilərsiniz. Diversity müxtəliflik deməkdir. Diverse-dəki müxtəlif, different sözünün sinonimidir. Insignificant, əhəmiyyətsiz deməkdir. Hansı ki bizə significant sözünün əks mənası kimi düşə bilər imtahanda. Sözün əvvəlinə artıran sözlərə də, məsələn, significant vacib deməkdir. Vacib olmayan mənasını istifadə edirəmsə, in artıramsa, buna da deyirlər prefiks yoldaşlar. Bu bizim birinci mətni işləməyimiz üçün lazım olan sözlər idi. İndi isə gəlin yoldaşlar mətni təhlil edək. Genet development mainly əsasən deməkdir.
deyir ki, həmin bu Janet əsasən inkişaf elədi because natural water source made life possible in a desert environment. Çünki bunun səbəbi ondan ibarət idi ki, bu təbii su mənbələri həyatı mümkün elədi səhra mühitində. Bu doğrudur. Bu harda verilibdir? Baxın. Elə birinci hissədə verilmişdi. Deyir ki, Janet development around natural water sources that made long-term human habitation possible in a harsh environment. Harsh, yəni çətin, kəskin bir ətraf mühitdə insanların məskunlaşmasını mümkün eləyib. İnsanlar da harda məskunlaşar ki, yaşayış mühiti olan yerdə məskunlaşardı. Ona görə bu söz bir növ bayaqki sözün, yəni 6.1-in parafrez olunmuş versiyasıdır. Ona görə də 6.1-i götürürük true. Janet had no significant role in the trade between North Africa and Sub-Saharan region. Deyir ki, əhəmiyyətli rol oynamırdı ikisi arasında. Bu yanlışdır. Baxaq görək orada harda danışır bunlar haqqında. Deməli, saniyə başa buradadır. Caravans traveling between North Africa and Sub-Saharan regions used to town as a resting and resupply point. As a result, Janet became a cultural crossroads where gods, luggage and traditional were changed. Yəni bir növ, baxın, elə birinci cümlədən elə aydındır. Janet played an important role in Trans-Saharan Trade Network. Elə buradan deyir ki, vacib rol oynuyordu. Nə kimi vacib rol oynuyordu o ikisilərin arasında? Buradan şəhərlər istirahət eləmək üçün və yaxud resupply point, resupply sözünün mənası təchizat. Məsələn də su, qida ehtiyatı kimi vasitələrdən istifadə eləmək gedir. Yəni bir növ bundan mehmanxana kimi istifadə edirlər. Ona görə də burada vacib rol oynadığı sözün də açıq aydın veribsə, biz orada deyə bilmərik ki, rol oynamır. No significant rol. Ona görə bu olur false. Okay, 6.3-ə baxaq. Deyir ki, the prehistoric rock qaya deməkdir, art rəsmlər deməkdir. Near Janet suggests that the region was once environmentally different from today. Tarixdən əvvəlki həmin bu qayaüstü rəsmlər, hansı ki Janet yaxınlığında. Suggest sözü, yoldaşlar, normalda suggest sözünün özü təklif eləmək deməkdir. Amma suggest sözündən sonra mən əgər zət istifadə edirəmsə, suggest zət, o göstərmək deməkdir mənası. Yəni göstərir ki, bu region bugünkü görünüşü əvvəlkindən tamamilə fərqlidir ətraf mühiti. Bu doğru versiyadır. İndi gedər mətndə sizə göstərim o hardadır. Baxın yoldaşlar. Deməli, burada deyil. Mətndə onun daha yaşlı olduğu ilə bağlı və burada verir. Baxın, deyir ki, suggesting that, burada göstərib ki, sözü zaten verilib, the region was once far greener, daha yaşlıydı, and more hospitable than it's today, bugündən daha hospitable, hospitable normalda qonaqpərvər deməkdir, amma mətndə daha əlverişli, yaşam üçün daha uyğundur deməkdir. Bugünlə müqayisə eləyəndə than it's today, daha əvvəl yaşlıymışsa, daha əlverişliymişsə yaşamaq üçün, onda deməli, bugündən tamamilə fərqlənir də düzgün versiyadır. Modern tourism in Janet has caused the town to abandon its cultural traditions completely. Deyir, həmin bu müasir turizm, Janetdə olan müasir turizm, ona səbəb olub ki, tamamilə dəyişib adət-ənənəsi, oranın adət-ənənəsindən tamamilə uzaqlaşıb. Abandon sözünün mənası deməli, tərk eləmək deməkdir. Oradan yəni tamamilə uzaqlaşıb deməkdir, yoldaşlar. Amma bu yanlışdır. Çünki bizə mətndə deyir ki, zaten, baxın, Janet has adopted a new economic realities while preserving its historical identity. Öz tarixini, tarixi kimliyini qoruyub. Preserving sözü, qorumaq deməkdir, qoruyub saxlamaq. Və yaxud burada bir də maintain cümlə olmalıydı. Hə, buradadır, baxın, görsünüz. Deyir ki, despite modernization, müasirliyə baxmayaraq,
The town remains closely connected to its past. Həmin bu şəhərciklər əlaqəlidir, çox yaxından əlaqəlidir onun keçmişi ilə. Maintaining a balance between development and cultural preservation. Maintaining özündə qoruyub saxlamaqdır. Balansı özündə saxlayır. Ona görə də maintaining sözü ilə preserving sözünü yadınızda saxlayın ki, qoruyub saxlamaq deməkdir. Bu olur, bu söz variantımız olur bizim 6.4'ümüz false olur. Yəni o adət-ənənələrindən uzaqlaşmayıb, öz adət-ənənələrini tamamilə dəyişməyib. Özünün adət-ənənələrini qoruyub saxlayırsa, siz orada cümlədə abandon verə bilmərsiniz. Bu fikir artıq bayaqki mətndə verilən cümləni təksib edir. Okay, 7-ci suala keçək. Which of the given sentences can start the third paragraph? Hansı cümlə ilə başlaya bilər 3-cü abzas? Baxın, burada deyir ki, these ancient paintings, yəni bütün bu köhnə şəkillər. Burada şəkil sözünü onsuz da bizə açar söz kimi veribdir. Deməli, şəkillə də bağlı olacaq bizdə bir dənə sözümüz var, rock art. Baxın, qayaüstü təsvirlər, rəsmlər. Ona görə də biz B variantını cavab kimi götürürük. Amma digər variantlarda şəkil, rəsmlə bağlı heç bir şey verilməyibdir. Heç bir şey verilməyibdir. 8-ci sualda Janet was able to survive and develop in a harsh desert environment mainly because it deyir ki, həmin bu Janet deyir, həyatda qaldı və inkişaf elədi bu çətin səhra mühiti ilə tamamilə əsasən. Çünki nəyə görə? Bax, variantı nə deyir? Developed around natural water sources that supported long-term human life. Çünki o nə ilə əhatə olunmuşdu? Bu su mənbələrindən, təbii su mənbələrindən əhatə olunmuşdu və bu da insan həyatını nə edirdi? Yaşamaq üçün dəstəkləyirdi də. Bu da olur C variantında. Eyni ilə bu cümləni zaten burada vermişdi olduğu kimi. Baxın, Janet developed around natural water sources that made long-term human habitation possible in a harsh environment. Okay, deməli 8-ci sualda cavabımızı tapdığına görə biz keçdik 9-a. Flourish sözü çiçəklənmə deməkdir. Adətən intibah dövründə və yaxud istifadə olunan kəlmələrdən biridir. Bunun biz sinonimini bayaq götürdük ki, develop sözünü harda gördük? Develop sözünü harda gördük? Biz onu götürməliyik. Flourish sözünün sinonimi. İnkişaf etmək deməkdir. Okay. 10-cu sualda deyir, how long has the town of Janet been inhabited? Birinci sualın cavabı var. Deyir, nə qədər müddətdir ki, burada məskunlaşıblar? Baxın, orada 500 illə çox olduğu barədə verir. Deyir ki, Janet has been inhabited for more than 500 years. Ona görə də biri götürürük. İkinci sualda deyir ki, hal-hazırda orada nə qədər insan yaşayır? How many people currently live in the town of the Janet? Baxın, hansı sualın cavabı var kimi suallarda dəqiq sayı istəyəndə mütləq mətndə rəqəm axtarın. Burada verilməyib daxı. İndi bu dəqiq orada dəqiq insanın nə qədər yaşadığı. Currently sözü də bizə burada mane olur. Müasir inkişaf elədiyini deyir, müasirləşdiyini falan deyir. Yenə də öz adət-ənənələrini qoruyub saxladığını, öz tarix irsini saxladığını deyir, amma nə qədər insan yaşadığı ilə bağlı hal-hazırda belə bir məlumat verilməyibdir. Üstə deyir ki, what role did Janet plays in trans-Saharan trade networks? Nə kimi rol oynayırdı bu əlaqələrdə, trade networks'da? O da deyir ki, vacib rol oynayırdı, important rol. Nə kimi vacib rol oynayırdı? Mehmanxana rolu oynayırdı. Burada istirahət edə bilirdilər və yaxud öz ərzaqlarını, sularını nə edirdilər? Bura yerləşdirə bilirdilər. Ona görə də deməli o crossroads, kəsişmə nöqtəsi, mədəniyyətlərin kəsişmə nöqtəsi olmağa başlamışdı. Okay, deməli üçün də cavab var. 4-dən 5-ə gəldikdə bu mətndə verilməyib. Deyir ki, 4-ün cavabı verilibdir, 5-in cavabı verilməyibdir. Baxın, 5-də deyir ki, what governments policies are in place to protect Janet's cultural heritage? Hansı bu siyasi mədəniyyətini qoruyub irs kimi, dövlət hansı mədəniyyətini qoruyub irs kimi, bunun haqqında da heç bir məlumat yoxdur. Amma 4-cü sualda deyir ki, how has tourism affected Janet in modern times? Bu turizm nə kimi təsir edir müasir zamanımızda, modernləşməyində onun. Turizmləşməklə də bağlı harda danışırdı, baxın.
Burada danışır. Elə burada. Yuxarıda danışmalıdır, baxın. Deyir ki, tourism has become as increasingly important source of income, attracting visitors' interest. Həmin bu turizm onların gəlirini neyinir? Income artırır, increasingly income onun gəlirini artırır. Attracting cəlb edici deməkdir. Yəni cəlb eləyir həmin bura ziyarət edənlərin maraqlarını. Demək ki, turizm ona nə cür təsir elədi? Onun gəlirini artırdı. Ona görə də 4-cü sualın cavabı olur. Okey, keçdik ikinci mətnimizə. Gəl ikinci mətnin sözlərlə tanış olaq. Deməli, flee sözünün keçmişidir. Mənası bu qaçmaq deməkdir, aradan çıxmaq. Mətndə qaçmaq mənasında istifadə olunur. Refugee camp qaçqın düşərgəsi deməkdir. Sponsored himayə edilmiş və yaxud maliyyələşdirilmiş. Boarded plane təyyarəyə minmək. Hostile territory düşmən və yaxud təhlükəli bir ərazi. Infested with nə eləsə dolu, basılmış. Mətndə timsallarla dolusu belə bir mənada istifadə olunubdur. Və endured dözmək deməkdir. Endure fe'linin keçmişi burada istifadə olunub id artırılaraq. Tab gətirmək, dözmək. Barefoot yalın ayaq demək, ayaq yalan. Drown sözünün keçmişidir. Suda boğulmaq. Capture əsir götürülmüş deməkdir. Bir də chew sözünü də chewed deyə bir də verilibdir keçmiş zamanda. Çeynəmək. İndi mətndə orada sağ qalmaq üçün ot çeynədiklərini, qum yediklərini falan deyirlər. Bu da onlardan çıxartdığımız əsas sözlərdən idi. Dəftərinizə qeyd eləməyi, öyrənməyi unutmayın. Gəldik təhlilə. Deməli, during their journey to the refugee camp, Dao and his companions endured extreme condition. Deyir, həmin bu səyahət boyunca nə edib qaçqın düşərgəsində? Onlar dözüblər bu ekstrem sözü kəskin. Kəskin vəziyyətə, pis vəziyyətə Dao və onun companions sözü yoldaşları deməkdir. Onun yoldaşları bu vəziyyətə dözüblər. Yoldaşlar, company sözü nə idi? Kimin yadındadır? Company sözü kimin yadındadır? Yoldaşlar, bunu mütləq yorumlarda bildirərsiniz. Hansı ki, bir ipucu vereyim. Birinci sınaqda biz bu sözü enterprise sözü ilə bərabər çıxartmışdıq, sinonimi ilə bərabər. Okey, bu da doğrudur. Çünki orada zaten deyir ki, baxın, I was barefoot and wearing no clothes at night. The desert was so cold. Baxın, bu sözə diqqət edin. Deyir ki, gecələr səhra çox soyuq idi. We thought about our parents all the time. Remember Stav. The boys had no food and nothing to drink. We chewed grass and ate mud to stay alive. Deyir ki, mən ayaqyalın idim və heç bir şey geyinməmişdim. Gecələr səhra çox soyuq olurdu. Biz valideynlərimiz haqqında düşünürdük həmişə. Xatırladı və oğlan heç nə yemirdi. Heç bir ərzaqı, nə də içməyə heç bir şey yox idi. Biz otları çiynirdik və mad palçıq deməkdir. Eydir ki, itin keçmişidir. Biz palçıq yedik, to stay alive ki, sağ qalmağa. Sağ qalmaq üçün bunlar ot çiynirmiş, palçıq giyirmiş. Deməli, bu da onların extreme condition'dan, yəni kəskin vəziyyətindən, pis vəziyyətindən, sərt vəziyyətindən xəbər verir. Və endure sözünə də diqqət edin, akademik səviyyələrimizdən biridir, dözməkdir. Bu qədər çətinliklərdən danışırsa, deməli, onlara dözüblər də. Həqiqətən də ona görə də 11.1-imiz olur, doğru. 11.2-yə baxırıq. Burada deyir ki, John Dao spent 6 years in a refugee camp in Ethiopia. Bu yanlışdır, çünki mətndə 4, bir saniyə baxaq görək. 4 il dözdüyünü deyir, baxın, 4 il burada verilibdir. Ona görə bizim bu sualımız olur, yanlış. Ümumiyyətlə 8 ilini keçirdiyini deyir, amma orada 4 ildən söhbət gedir bu kampda. Ona görə bu oldu 11.2-miz false. 11.3-də deyir ki, the desert was warm at night, so the boys didn't struggle with the cold. Struggle əziyyət çəkmədi. Yəni deyir ki, gecələr səhra istəyib, buna görə də əziyyət çəkmədilər oğlanlar. Xeyr, orada vurğulayır ki, bizim əynimizə istəyimiz yox idi, ayaqyalın idik, yeməyimizə istəyimiz yox idi.
At night the desert was so cold və gecələr səhraların çox soyuq olduğunu deyir. Bunun üstə məntiqinə özünüz də bilə bilərsiniz ki, səhərlər çox isti səhralar olur, gecələr isə çox soyuq olur. Ona görə də həm də inkarlıq varsa çox vaxt o sözü və yaxud inkarlıq yaradacaq sözlər hardly varsa məsəl üçün inkara çevirəcəyi sözlər də varsa 99% də false çıxır. Həmişə yox, amma 99% false çıxır. Ona görə də bizim 11.3-ümüz olur false. 11.4-də deyir ki, out of the üzr sayın yoldaşlar. Deyir ki, bu set of to walk back to the Sudan. Bu 27.000 oğlanın içindən yalnız Sudana 18.000-i qayıda bilib. Və bunun haqqında da danışır, düzgün deyir. Baxın, deyir ki, burada buradan başlayır. He set off the walk back to Sudan to get there. They had to cross the Gili River. Rebels were shooting at us, so we had to dive into suya baş vurmaq deməkdir. Water infested with crocodiles, yəni infested əhatə olmuşdu deyir. Hansı ki bu su krokodillərlə, yəni timsahlarla əhatə olunmuşdu. Thousands of boys were eaten. Minlərlə oğlan neyinədir? Yeyildi. Drowned, boğuldu. Shot or captured, yəni ateş açıldı və yaxud tutuldu. Onlardan yalnız, baxın burada deyir, 18.000 nəfəri neyniyib? Sudana çatdı. Buna görə də bu olurdu. Okay, 12-ci sualda deyir ki, what moved John Dow to leave his home in the Southern Sudan 1987-ci ildə nəyə görə o evini tərk elədi? Motivated sözü burada yəni təhrik olunmaq mənasında, motivasiya almaq mənasında deyil. Sövq olundu. Nəyə görə sövq olundu ki, o evini tərk etsin 1987-ci ildə və il verilib, ili də axtarın. Baxın, deyir ki, 13 yaşlı Dow fled nə deməkdir? Qaçdı, aradan çıxdı onun öz evindən. Çünki running from the soldiers sent to destroy his village. Destroy dağıtmaq deməkdir. Həmin bu əsgərlər onun kəndini dağıdırdı. Ona görə öz evindən sövq olunub ki, çıxsın. Bu cümləyə də uyğun gələn B variantıdır. He was forced to flee due to the destruction of his village by the soldiers. Bu sözdə burada olduğu kimi verilibdir. Ona görə məcbur olundu qaçmağa ki, due to görə deməkdir. Destruction sözü də burada destroy sözünün sinonimidir. Kəndin əsgərlər tərəfindən dağıdıldığına görə. İndi burada da 13-də onun biraz çevrilmiş versiyasını deyir. Deyir, John Dow fled his home 1907-ci ildə escaping from. Nədən qaçdı? Onun qaçdığı yer həmin bu əsgərlər idi. Əsgərlərdən qaçdı. Da D variantında da enemy soldiers, düşmən əsgərləri. Drone sözü batmaq deməkdir. Bu dunu f eləsəm, from sözüdəki qaşqabaqlı deməkdir. Əlavə bir lüğət kimi dedim, biləsiniz. Bir adam batırsa, nə olur, boğulursa, ölür də, düzdür, indi 19% hallarda. O da, baxın, buradadır. To die by being unable to breathe underwater. Suyun altında nəfəs alıb bilmədiyimizə görə ölmək. O da olur batmaq, boğulmaq. C variantı. 15-ci sualda what was the name of the John Dow's village that was destroyed by soldiers? Bu sualın cavabı yoxdur. Deyir ki, həmin bu Dow'un əsgərlər tərəfindən dağıdılmış şəhərinin adı nə idi, kəndinin adı nə idi? Bunun haqqında demir. Sadəcə oradan sövq olunub ki, çıxsın bunun haqqında danışır o yaş olarkən. What dangers did John Dow and the other boys face while fleeing from their refugee camp? Həmin bu qaçqın düşərgəsindən Dow və onun kampı qaçanda digər oğlanlar hansı təhlükələrlə üzləşdilər? Dangers təhlükə deməkdir. Face-də üzləşmək, üzdən əlavə verb kimi, yəni fe'l kimi istifadə edilirsə üzləşmək deməkdir. Orada da danışır ki, həmin bu timsahlarla dolu suya baş vuranda onlar neynədir? Bəziləri bu timsahlar tərəfindən yeyildi, boğuldu, ateş açıldı, tutuldu. Bu həmin 27.000 adamdan 18.000 adamı Sudana çata bildi. Bu da onların üzləşdiyi təhlükələrdir. Ona görə ikinci cavabı olur. 3-də deyir ki, what was the reason for the John Dow's flight from his village? Səbəb nə idi onun bu
ölkəsindən, öz kəndindən getməyinə. O da səbəb də ki, düşmən qüvvələr tərəfindən dağıdılması idi, destroy olunmağı idi village'ın. 3'ü götürürük, 3'ü də götürdük. 4'te deyir ki, what strategies did John Doe use to take care of the group of younger children? John Doe'nun qayğısına qaldığı bu cavan qrupdakı olan uşaqların strategiyasının adı nə idi? Orada deyir ki, onların qayğısına qalırdı, amma bunun haqqında heç bir strategiyası haqqında heç bir məlumat verməyibdi. Strategiyanın adı falan heç bir şey verməyibdi. Ona görə 4-cü cavab yoxdur. 5-də deyir ki, how long did John Doe spend in the refugees camp in Ethiopia? Nə qədər vaxt keçirmişdi o Etiyopiyada? Bunu da bayaq biz cavabına baxdıq, gördük ki, düz 4 il. Baxın, buradadır cavab. Sən nə deyəsən buradaydı? Yerini itirdim. Yerini itirdik. Bir də buradadır. Deməli, Doe spent the next 4 years. 4-ünü burada keçirib. Bu da onun vaxtıdır. Deməli, 5-i də götürdük. 16-cı sualdan etibarən artıq qayda suallardır. Ona görə diqqətinizi mənə toplayın. Deməli, bizə deyir, açar sözlərimiz nədir? Offla işlənmə qaydasına görə, ümumiyyətlə, every ilə için fərqi ondan ibarətdir ki, bunlardan biri offla işlənə bilmir. Hansı da offla işlənə bilməyən, onu bilmək üçün every off kəlməsi yoxdur. Every offla işlənmir. Each of hər biri mənası var. Bir də burada tərcüməyə baxacağıq ki, işçilərin görə nə mənada verib? Hər biri, hamısı, əksəri, çoxu, bunlar görürsünüz, çoxluq təşkil edir. All, most, was, amma iç təşkil edir. Üçü çox mənasına gəlir, biraz mənasına gəlir. Onsuz da fərqli olan C variantıdır, variantdan görən kimi. Digər tərcümə cəhətdən baxaq. İşçilərin hər biri öz planını yazsın. İşçilərin hamısı onların öz planları olar da. Əgər mən all versəm, most versəm və yaxud boz versəm, hamısının çoxluqdan danışıramsa artıq planlar olar. Plans olmaz deyə, plans olar, plan olmaz deyə cavabımız olur C variantı. O yüzden deyir ki, it's a beautiful old house. Bu logical ending aid bir testdir. Bu deyir köhnə, gözəl bir evdir, amması varsa deməli cümlədə təzad verməliyəm. Buranı yaxşı veribsə, burada beautiful sözünü yaxşılıqla bağlı bir şey veribsə, burada bir mənfisindən danışmalıdır. Bir də deyir ki, was built accurately nowadays. Bu yaxşı mənada bir söz deyir. Deyir ki, həqiqətən də günümüzdə yaxşı dəqiq qalmışdı. İkidə deyir, it hardly has any beautiful at all. Bu demək olar ki, heç gözəl görsənmir. Hardly onu inkara çevrilir. Beautiful sözünü birinci səhvdə veribsə, niyə ikinci səhvdə desin ki, heç yaxşı deyil? Və gözəl o öz dediyini niyə inkar eləsin ki? Üçü deyir ki, everyone can purchase it for its high price. Hamı onun yüksək dəyərinə görə onu ala bilər. Bu cümlə ümumiyyətlə quruluş cəhətdən yanlışdır ki, yüksək dəyər varsa necə onu hamı ala bilər? High yüksək deməkdir. The broken window ruin its appearance. Amma deyir ki, bu qırılmış şüşələr onun görünüşünü korlayır. Bəli, bu gedir. Deyir, çox gözəl köhnə evdə, amma qırılmış bu şüşələr evin görünüşünü korlayır. 4 götürürük. 5-də də deyir ki, the view behind it doesn't satisfy me. Həmin bu görünüş, arxadakı görünüşü məni qane eləmədi. Bəli, bunu da deyə bilərdi. Deyər, çox gözəl evdə, amma arxadan görünüşü mənim xoşuma gəlmədi. Ona görə də 4-5 götürürük 17-ci sualda. Keçdik suallarımızın ardına. Deməli, 18-ci sualda sual cümləsidir. Bu tipli testləri necə işləyirik? Yadınızda saxlayırsınız ki, əgər mənim sual sözüm varsa, sual sözündən sonra köməkçi feilim gəlməlidir. Baxın, burada köməkçi feilim gəlib, burada did gəlib, burada did gəlib. Burada mənim heç bir köməkçi feilim gəlməyib. Ona görə A gedir, B gedir. C, D, Y variantları arasında qalırıq. Baxın, deməli, mən əgər did istifadə eləmişəmsə, mənim feilim keçmiş zaman versiyasından çıxır. Çünki keçmişliyini bildirmək üçün istifadə eləmişəm, qaytarmışam cümlənin əvvəlinə. Amma senti keçmiş zamanda verildi. Deməli, bu sadə zaman özü heç nəsiz tool versiyada nə cür işlənirdi, o versiyaya qayıtmalıdır. Bu da olur sent sözü. Send indiki zamandır, sent keçmiş zamandır və iki
keçmişi bir cümlədə sual cümləsi eyni vaxtda verə bilmərsən. Did zaten ondakı keçmişliyi alır, onun əvvəlki versiyasını onu qaytarır. Ona görə C də yanlışdır. D variantı düzgün cavabımızdır, amma Y variantı niyə yanlışdır onu deyək. Baxın, bu tək question'dır. Yəni, bura müsbət deyirsənsə, bura mənfisin inkarını verirsən. Və əgər cümləni hasn't ilə vermişəmsə, deməli, burada mən istifadə eləmişəm, ya zamanları istifadə eləmişəm, ya have has got-lu birləşmələr istifadə eləmişəm. Yerdə qalan bütün versiyalarda mən has'ın sualını do does didlə düzəldəcəm. Has olsun, have olsun, had olsun, fərqi yoxdur. O vaxt özü ilə sual verə bilirəm ki, o ya iki yerdə ona özü ilə sual verə biləcəm. Ya zamandır, yəni verb 3, özündən sonra verb 3 gəlsin. Ya da ki, onun yanında varı olmaq, got kəlməsi istifadə olunsun. Baxın, deyir, həmin bu Tomun maraqlı kitabları var. Var olmaq mənasındadır, amma bu yanında got kəlməsi istifadə olunmayıbdır. Bu yoxdur deyə, bunun özünə mən özü ilə sual verə bilmərəm. Got olsaydı hasn't deyərdim, amma got kəlməsi yoxdur deyə mən bura hasn't-la verə bilməzdim. Okey, deməli does verməliydim, bu getdi. 19-cu sualda ardıcıllıq istəyir mətni tamamlamaq üçün. Baxın, deməli birinci 4-lə başlayırıq. Deyir ki, Nobel bir varlı bir alim idi. 4-ü götürdük. Arxasınca 3 gəlir. Deyir ki, o 3,5 milyon dolları olanda öldü. Ardınca da gəlir 5. Baxın, deyir, the money become prized as Nobel wanted. Nobel'in özü istəmişdi ki, bu pul hədiyyə olunsun. 5'i götürdüğü arxasıca. Gəlir 2. Nobel Prize is given to people who make contribution to the world science. Kim ki dünya elminə töhfə verir. Contribute to töhfə vermək deməkdir. Həmin bu Nobel mükafatı o insanlara verilir. 2 gəldi və sonda isə deyir ki, each Nobel Prize also consist of-la işlənir bu preposition of-dur, ibarət olmaq deməkdir. Hər bir Nobel mükafatı ibarətdir diplomdan, gold, medal, qızıl medaldan və and moneydən, bir qədər də puldan ibarətdir. Ona görə də bu ardıcılıqla bizim cümləmiz olur A variantı. Və 20-ci suala gələndə 20-də deyir ki, cümlədir və cümləmdə nəyim var? Before var. Yadınızda saxlayın, before'dan sonra mən cümlənin ortasında əgər istifadə eləmişəmsə, heç vaxt bitmiş zaman verə bilmərəm. Baxın, D variantında bitmiş zaman verib. Nə gələcək, nə bitmiş, bu tərəfdə işlənə bilməzdi. Gələcək və bitmişlərin üzərindən xətt çəkirik. Və indi də yerdə qalanlarda zaman uzlaşmasına görə çıxacam. Was indiki zamandır, left keçmiş zamandır, living keçmişidir. İndi ilə keçmiş uzlaşmaz. A variantı getdi. B variantında had keçmiş zamanda, live indiki zamandır. Keçmişlə indiki uzlaşmaz getdi. C variantında has indikidir, left yenə keçmişdir. C variantı da getdi. Qaldı cavabımız Y variantı. Keçmişlə elə keçmiş uzlaşar. Ona görə də variantımız olur Y variantı. Bir də siz üçün essay tapşırığı vermişdim yoldaşlar. Discuss both view və avantaj, dezavantajla bağlı yazdıqdan sonra həmin bu essay materiallarını müqayisə edə bilərsiniz. Nümunə ilə verilmiş nümunəyə əsasən. Bugünlük bu qədər yoldaşlar. Sınaq 5-də görüşmək ümidi ilə. Sağ olun.